həmişə istəmişəm ki, bu səs əgər bir gün başqa bir yola xidmət edəcəksə, Allah o səsi məndən alsın. Ya o dərəcədə alsın ki, oxumaq nədir, danışa da bilmir. Ariflərdən birinin sözüdür ki, bilsəydim bu qədər fəziləti var, gündə 10 dəfə, 15 dəfə oxuyardım Ziyarət Aşuranı. Ziyarət Aşura duasının, yəni çox açardı da, bir dənə açardı o dua. Allah qəbul eləsin. Siz özünüz də çox oxuyursunuz duaları, təbii ki, bizim əsas açarlarımızdandır. O duadan mən çox istəklərimi almışam. Elə bilirəm ki, lütfün ən böyüsü də elə budur. Hansı ifalarını olub ki, özün yazmısan, bəstələmisən? Gəlirəm Hüseyn adlı bir mərsi oxudum Ərbəyi ilə bağlı. Onun sözlərini də özüm yazmışam. Gözəl sözləri deyir. O tozlu torpaqlı yollara mən aşiqəm. Nəhri əlqəmdə düşən qollara mən aşiqəm. Məsumlarda məhəbbətin, düz deyə hamısına məhəbbətimiz var qəlbimizdə, amma xüsusi bir rabitəmiz olan bir məsum olur. Yəni səndə də İmam Hüseyndir. Bütün məsumlara məhəbbətimiz var. O olmasa zaten yaşam olmaz bizim üçün. Amma bilmirəm Əhl-i Beytə məddah olmağımdan, uşaqlıqdan onların mərsiyələri ilə addımlamağımdan irəli gəlir. Ya necəsə İmam Hüseyn əleyhissalama başqa bir ümidim, bağlılığım var. Ay ana, yol üstündə əyləşmə qəmsu səni dur gedək. Ay ana, əlimlə yapış mən aparam səni dur gedək. Ay ana.